Vallahi mən heç vaxt sağlıq deməmişəm açığı. Amma indi bir söz deyərəm. Biz hamımız bu rayonun, bu vətənin oğullarıyıq. Bura bizim vətənimizdir. Rayondan çıxıb gedəndə Bakıda kimsə soruşur. Soruşanda ki, hara alsan. Öz doğulduğun yeri deyirsən. Ölkədən çıxıb gedəndə təbii ki, soruşanda deyirsən ki, Azərbaycanlıyam. Fəxrlə deyirsən. Amma içində sızıltı olur. Uzaqda olursan axı. Vətən gözəl nimətdir, şirindir. Amma onu biz seçmirik. Onu Allah bizə bəxş edir. Necə ki, atanı, ananı biz seçmirik. Vətən də elədir. Təbii ki, hamı doğulanda istəyir ki, valideynləri yaxşı olsun, atası varlı, hallı olsun, sağlam olsun, yaraşıqlı olsun, savadlı olsun. Hamısı belə olmur. Birinin ki, xəstə olur, birinin ki, işkəst olur, birinin ki, savadsız olur. Bu Allahın işidir, Allahın seçimidir. Biz də gərək Allahın verdiyinə şükür eləyib, onu sevək. Atanı, ananı, vətəni sevmək bizim borcumuzdur. Məncə bu, əvvəlcə doğulduğun yerdən, küçədən, bölgədən başlamalıdır. Məsələn, yaşadığın küçədə qonşular sənin doğmalarındır. Ana-bacı sənin ana-bacındır. Onların şəri xeyri sənindir. Amma indiki cavanlara məncə bütün bunları başa salmaq lazımdır, demək lazımdır. Gəlin bu sağlığı vətənimizin şərəfinə içək. Hamımızın, hər şey.